Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədis-i şərifdə buyurur ki, 2 dənə xüsusiyyət var ki, onun üstündə başqa bir xüsusiyyət yoxdur. Hansılarıdır? Allaha iman gətirmək və Allah bəndələrinə fayda vermək, dostlara, qardaşlara faydalı olmaq hər zaman. Həm çətin gündə, həm xoş günündə. Və 2 pis xüsusiyyət var ki, ondan da pis heç bir şey yoxdur. Hansılardır? Rasulullah buyurdu ki, Allaha şərik qoşmaq və Allah bəndələrinə zərər vermək. Dostumuzu sevməliyik, qardaşımızı sevməliyik, onun xidmətində dayanmalıyıq. Çətin günündə də, asan günündə də o ilə daimən bərabər olmalıyıq və onu sıxıntıya salmamalıyıq. Bəzən belə bir fikir var, görürsən ki, bəzi insanlar o qədər ərk eləyir dostuna ki, elə nə problem olur, zəng eləyir dostuna, çağırır ki, kömək, dost deyilik, qardaş deyilik, dəstək olma, kömək ol mənə. Amma bu cür deyil məsələ, dosta kömək etmək lazımdır, çətin günündə ona yardım etmək lazımdır. Amma bu o demək deyil ki, mən bütün əziyyətimi, bütün ağırlığımı dostumun üzərinə yükləməliyəm. Həzrət Rasulullah buyurdu ki, əgər bir insan bir işi bacarırsa, amma bu işi görmür, onu başqasına həvalə eləyir ki, mənim əziyyətimi qoya çəksin, məl'unun, lənətlənmiş birisi doyulsun. Dostluq, qardaşlıq deyil ki, sən elə ona əziyyətə salasan, ona çətinlik verəsən, ona həmişə elə sıxıntıya salasan, yox, bu cür deyil. İndi qeyd edəcəyik, Əmir əl-Möminin əleyhissalamdan bir hədisdə və ümumiyyətlə Peyğəmbər və Əhl-i-Beytindən gələn hədislərdə kimlərlə qardaşlıq etmək olmaz, kimlərlə dostluq etmək olmaz. Əmir əl-Möminin əleyhissalam buyurur ki, nə badə axmaq və yalançı ilə dostluq eləyəsən. Çünki sənə fayda vermək istəyəcək, sənə dayda zərər eləyəcək. Axmaq birisi ilə dostluq eləsən, fayda vermək istədiyi yerdə sənə zərər verəcəkdir. Yaxını sənə uzaqlaşdıracaqdır, uzağı sənə yaxın göstərəcəkdir. Ona bir əmanət verəsən, əmanət və xəyanət edəcəkdir. Özü danışanda yalan danışacaq, sən danışanda da inanmayacaq, təkzib eləyəcəkdir. İkincisi budur ki, dünyəvi maraqları olan insanlarla deyir, dostluq etməyin. Bir insanın ki, səninlə dostluq etməyinin məqsədi yalnız maddi çıxarlardır, maddi məsələlərdir, o səndən yalnız istifadə eləyir. Belə insanlarla dostluq etməyin. Bu maddi maraqlar üzərində qurulmuş bir dostluqdur. İmam Sadiq əleyhissalam buyurur ki, bu cür insanların dostluqlarından deyir, ehtiyatlı olun, qardaşlıqların ehtiyatlı olun, onlarla qardaşlıq etməyin. Kimlər deyir? O kəslər ki, tamahkardılar. Qorxudan və ya öz şəxsi mənfəətlərindən dolayı, yemək içməkdən dolayı sizinlə qardaşlıq eləyir. Qardaşlıq eləyəndə deyir, təqvalı insanlarla qardaşlıq eləyin. Hətta deyir, ömrünün yarısını buna sərf etsən də, ömrün bunu axtarmaq uğrunda getsə də, yenə təqvalı insanlarla qardaş ol, təqvalı insanları axtar tap. Çünki o maddi maraqlar üzərində olan dostluq sonda gəlir nifrətə çevrilir. O səndən yalnız istifadə etməyə çalışacaqdır.